Bu qaz plitəsi üçün eyni zamanda qril, duxovka və digər yağ götürən, ərq götürən elektronik texnikalar üçündür. İndi biz bunu qaz plitəsində yoxlayacağıq. Deməli, mən ilk öncə bu dəmirlərini eləyib, sonra kənara qoymaq istəyirəm. Qoyum da. Bura püskürdənə qədər artıq bunların yağı çıxmış oldu. Baxın, burada görürsünüz. Burada o qədər də yağ yox idi, ona görə bu kənarlarında biraz qaralmalar var. Gəlin bir yerdə yox bu yağ. Baxın. Görürsünüz. Təmiz oldu. Heç bunu belə sürtməyə də ehtiyac yoxdur. Elə dəsmalla silsəz aparacaq. Baxın. Məndə əslində bura biraz paslanmış kimidir. İndi görürsünüz. Nə qədər çək çıxardır. Əslində yağ deyil, o çünki mən burada yağlı heç nə bişirmirəm də. Amma ki, paslanmış kimidir biraz. İndi olacaq tərtəmiz, təbii ki, fabrikə məhsullar. Baxın, gördüyünüz kimi bütün yağları, hətta burada şurupların yanında belə yağlar var idi. Onlar apardı, bunun üzünə apardı. Sonra kənarlarında yağlar var idi, yağ okuntusu, onları götürdü. Bu, dediyim kimi, mənim qazımın özündə problem var idi. Ümumiyyətlə, bu gözünü istifadə etmirəm. Bu dəmirin özü yanıb, yəni ərk filan deyil. Qalan bütün yağların hər birini apardı, tərtəmiz elədi. Belə də göstərim sizə.